Bildiyiniz kimi buraxılış imtahanının nəticələri demək olar ki, hər kəsdə açıqlandı. İndi ikinci zonanı bilmirəm, amma mən birinci zona olduğuma görə buraxılış imtahanının nəticəsi açıqlandı və bu gün biraz o haqqda danışacağam. Yəni ümumiyyətcə nəticəmi eşidəndə nə bir şoka düşdüm, nə bir sevindim, nə bir ağladım. Ancaq gözlədiyim kimi gəldi. Yəni məsələn bal demişdim, öz içliyimdə bir bal demişdim və gözlədiyim bal ərəfələrində bir şey gəldi. Yəni biraz realist olmaq lazım idi. Topladığım balı ekrana qoyacağam. Mən hecəmi hesabladım 232, 233 mi belə bir şey gəlir. Yəni məsəl üçün ümumi olaraq baxsaq 4-cü qrup səviyyəsinə baxsaq çox zəif bir nəticədir həqiqətən də. İndi bu ilki şərtləri, bu ilki imtahanı da nəzərə alsaq, indi bilmirəm, yəni hər an hər şey ola bilər. Balların düşəcəyi gözlənilir, ballar düşə də bilər, ballar qalxa da bilər, hər şey ola bilər. Yəni hər şey ola bilər. Amma yenə də ümumi olaraq 4-cü qrup spektrindən yanaşsaq, çox zəif bir nəticə olduğunu deyə bilərəm. Ancaq yenə də bu ilin şərtlərini nəzərə aldığıma görə özümə çox da əsəbləşmədim. Özüm çox da bir depressiyaya falan düşmədim. Yəni ən azından 210-220-lərdə bir şey yığmadığıma görə məncə şükür etmək lazımdır. Çünki nə qədər mən ağlayım, nə qədər dizin döyüm, nə qədər peşman olsam da o bal qalxmayacaq ya da enməyəcək. Ona görə edəcək bir şey yoxdur. Balımı aldım və blok üçün hazırlaşıram. Yəni sadəcə məsəl üçün hesablamalarımı blok üzərindən apardım. Məsəl üçün 232 balsan, sən blokdan da bir 340-330 kimi bir şey yığsan, bəlkə yaxşı bir ixtisasa düşmək olar deyə düşünürəm. Yəni bilmirəm, bəlkə 232 sənə görə çox zəif nəticədir. 232 bəlkə sənə görə yüksək bir nəticədir. Yəni insandan insana dəyişə bilən bir şeydir. Onsuz mən bir nəticə yığacağımı deməmişdim. Sadəcə söz verdiyim kimi nəticəmi açıqladım. Sadəcə 1-2 gün gecikdi. O da müəyyən səbəblərdən dolayı ola bilər. Yəni qaçmadım heç yerə, narahat olmayın. Ümumiyyətcə Azərbaycan dili məsələn yaxşı gəldi. Gözlədiyimdən düzdür, gözlədiyimdən az idi. Məsələn, hamısı gözlədiyimdən az idi, amma yəni ümumi olaraq baxsaq, məsələn 83-84 bal Azərbaycan dilinə görə məncə yaxşı da bir nəticədir. Yəni 5 qiymətinə düşəcək bir nəticədir. Məsələn, mən açıqlardan məsəl üçün çox yaxşı düzlər gəldi mənə. Məsələn, çox açıqları çox yaxşı yazmışdım. Açıqlardan məsələn nəticəmdən çox razı oldum. Yəni açıqların çox yaxşı yazmışdım. Qrammatika biraz çətin idi açığı. Qrammatikada biraz ilişdim, amma onda da bir 7-8 düzlə məsəl üçün yaxşı bir nəticə göstərə bildim Azərbaycanda. Ən zəif riyaziyyat gəldi. Orada da ki, yəni bir yarım saatda artıq vaxtım olsaydı, o son 6-7 açıq sualı yaza bilərdim. Yəni qapalılardan bir səhvim yox idi demək olar ki. Açıqlardan da 3 dənə düzüm var idi. Yəni ümumi olaraq 20 düz yazmışdım riyaziyyatdan. Ancaq bildiyin kimi açıqlar daha çox bal verdiyinə görə 70-lərdə, 80-lərdə bir bal gəldi riyaziyyatda məndə. Yəni ona görə istər-istəməz ən zəif nəticəni riyaziyyatdan göstərdim. İngilis dildə yenə nə qədər 26-27 düz yazsam da 2 səhvim açıqdan olduğuna görə yenə də yüksək bir bal itkisi ilə rastlaşdım daha doğrusu. Yəni necə deyim, məsəl üçün o səhvlərim qapalıdan olsaydı, hazırki balım bəlkə 250-260-larda bir şey olardı. Yəni deyə düşünürəm. İndi bilmirəm, yəni bu nəticənin necə olacağını bilmirəm. Yəni keçən ilkilərə baxanda həqiqətən də demək olar ki, bir türklər demişkən rəzalət bir nəticədir həqiqətən. Keçən ilki nəticələrə baxanda, yəni buraxılışa sadəcə səthi hazırlaşanların belə 255-260 yığdığı bir nəticənin yanında həqiqətən də belə desəm, lorri dildə desəm, biabırçılıq bir nəticə olduğunu deyə bilərəm. Düzdür, biraz biabırçılıq oldu, biraz pis oldu. Ancaq nə etmək olar? Yəni dürüst olmaq lazımdır. O nəticəni bu gün burada mən sizə söz verdimsə, o nəticəni açıqlayacaqdım və heç yerə də qaçmıram. Əgər sən də istəyirsənsə, nəticələrini aşağıda yaza bilərsən. Yəni bir baxarıq, görərik məsəl üçün necədir? Yəni ümumi olaraq nəticələr yüksəkdirmi? Məsələn, uşaqlar da baxar, deyər məsələn, ümumi olaraq nəticələr yaxşıdırmı, yoxsa pisdirmi, yoxsa nə bilim ballar düşəcəkmi? Bu kimi ehtimallar, fikirlər yürüdə bilərik. Bu arada balım haqqında düşüncələrim də maraqlıdır. Yəni məsəl üçün əgər birinci, ikinci kursda oxuyursansa və ya böyük bizdən yaşca böyük bir insansansa, balım haqqında bir düşüncələrin maraqlıdır. Yəni yaza bilərsən. Müəyyən qədər düşüncələrin varsa yaza bilərsən. Bütün şərhləri mənfi də olsa, müsbət də olsa hamısını oxuyub cavablandıracağam. Narahat olmayın. Yəni bu imtahan artıq nəticəmiz çıxdı. Yəni depressiya falan biz oraları, o mərhələləri artıq keçdik. O haqqda kifayət qədər çoxlu söhbət etdik. Yəni demək olar ki, bir ay kimi bir vaxtımız qalıb ki, biz blok imtahanı verək. Yəni gördüyün kimi çox qısa bir vaxt. Artıq buraxılışın üstündən demək olar ki, 40-50 gün keçdi. Yəni kifayət qədər yüksək bir müddət idi. Yəni buraxılışın üstündən çox vaxt keçdi həqiqətən də. Yəni onu demək olar ki,
Bu bloka da çox az vaxt qalıb. Maksimum bloka fokuslanmaq lazımdır və qarşımıza hədəf qoyan zaman, qarşımıza bir nəticə qoyan zaman realist qoymaq lazımdır. Məsələn, buradan tutaq ki, mən 230 yığdım, gedib blokdan 390 hədəfi qoymayacağam. Realist bir insan olmaq lazımdır. Yəni bir ayda 100 bal, 50 bal artırmaq həqiqətən mümkün deyil. Yəni heç mümkün deyil. Çünki blokun onsuz öz ağırlığı var, öz çətinliyi var, açıq tipli sualların mexanizması var, qapalı suallar var, səhv düz aparma söhbəti var. Yəni biraz xırdaçılığı daha çoxdur və bizi buraxılışdan daha çox sarsıcıdır bir zərbə gözləyir. Yəni ona görə bloka da bu spektrdən yanaşmaq lazımdır. Əlavə olaraq ola bilsin ki, belə bir sual verdin, apellyasiyaya sual verdinmi? Yox, apellyasiyaya bir sual vermədim. Yəni nəticəmdən də razı olduğumu düşünürəm. Yəni apellyasiyaya məsəl üçün baxdım suallarıma, belə spesifik bir şeyə toxunmadım. Hamısına məsələn qaydasında bal vermişlər. Məsələn Azərbaycan açıqlarına məsələn elə suallar var ki, bal verəcəklərini gözləmirdim, amma bal verdilər. Məsələn riyaziyyatda da bir dənə açıq sualın cavabını təsadüfən düz almışdım və müəyyən qədər həll yolu yazmışdım. Yenə də ona bal veriblər. Həqiqətən çox sağ olsunlar. Yəni balımı kəsməyiblər deyə apellyasiya ilə bağlı bir narazıçılığım yoxdur. Yəni ümumi olaraq bu hamının narazıçılığı olmamağı demək deyil, narazılığı olmamağı demək deyil. Sadəcə mən şəxsi olaraq, bir şəxs olaraq mənim bir narazılığım yoxdur. Yəni bu spektrlə yanaşıram ki, yəni ballandırma mənə görə ədalətli aparılmışdı. Hətta cüzi artımlar da var idi. Yəni gözümdən qaçırtmadım o artımları da. Yəni sağ olsunlar, yoxlayan zaman biraz da artımlar oldu. Yəni məsəl üçün gözləmədiyim suallarda məsələn bal qazanımları oldu. Yəni fikrimi də düzgün götürdülər həqiqətən də. Buna da yanaşmaq lazımdır. Apellyasiyada sual vermək məncə ödənişli olub, amma yəni əgər şübhələndiyin bir məqam varsa, əgər məsəl üçün şübhələnirsən ki, bu sual məsələn məndə düz ola bilərdi, apellyasiyaya sual verə bilərsən. Məsələn, çünki balını kəsməyəcəklər. Məsələn, suala görə sənin balını kəsən deyirlər. Ancaq məsəl üçün əminsənsə ki, məsələn o sualı səhv yoxlayıblarsa, apellyasiyaya verə bilərsən. Bu gün buraxılış nəticəm haqqında danışdım sizlərə. Bilmirəm, bəzilərinizə görə yaxşı da ola bilər, bəzilərinizə görə pis də ola bilər, amma günün sonunda burada nəticəmizi açıqladıq. Bu da bir xatirə videosu olaraq qalsın. İstəyirsən sən də balını yaz, xatirə olaraq şərhlər qismində qalar. Bəlkə 1-2 ildən sonra qayıdıb yenidən bu videoya baxarsan və öz balını görüb biraz nostalji yaşayarsan. Nəysə, bugün buraxılış haqqında danışdıq. Demək olar ki, buraxılışın kitabını tamamilə bağladıq. Artıq önümüzdə blok var. Bilirəm, blokla çalışma ilə bağlı videolar gəlmir. Bu həmçinin biraz mental dalğalanma dönəmi olduğuna görə blokla videolar gəlmir. Amma çalışacağım ki, həftədə bir dəfə blok çalışma ilə bağlı bir video gəlsin. Yenə də müəyyən qədər video fikrim varsa, müəyyən qədər istədiyim bir video fikirləri varsa, şərhlər qismində bizə yazmaqdan çəkinmə. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.